Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bugün sizlərlə birlikdə əvəzlik mövzusundan əsas başlığın izahını bölüşmək istəyirəm. Hansı ki, mütləq şəkildə istər buraxılış, istər MİQ, istər sertifikasiya imtahanlarında mütləq bir sual bu hissədən düşmüş olur. Bu hissə hansı hissədir? O və bu əvəzliyindən sonra vergülün qoyulub, qoyulmamaq məqamıdır. İlk öncə onu bildirək ki, nəinki bu izah, bu tip bütün izahlardan xəbərdar olmaq istəyirsinizsə, elə hal-hazırda hansı kanaldan, hansı YouTube hesabından məni izləyirsinizsə, həmin kanala abunə olmağınız kifayət edir. Eyni zamanda bizim hər gün, həftə içi günlük sınaqlar, həftə sonu isə canlı izahları dinləmək, izləmək istəyirsinizsə, Telegramda axtarış yerinə Fidan İskəndərova yazmaq kifayət edir. Eləcə də bizim tam sıfırdan qruplarımıza qoşulmaq istəyənlər 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilər. Bir də bizim dərslərin əsas önəmi odur ki, siz sürət qruplarına qoşulmaqla bir ay yarıma proqramı tam keyfiyyətli şəkildə mənimsəmiş olursunuz. Keyfiyyətli şəkildə mənimsəmək o səbəbdən olur ki, bu qısa vaxtda biz sadəcə həftədə 2 dəfə sizə canlını göndərib bununla yetinmirik. Həm həddən artıq əlavə sınaqlar olur, həm də həddən artıq canlıların vaxtı çox olur. Həftədə 2 dəfə yox, 4 dəfə və elə vaxt gəlib çıxacaq ki, həftədə 10 dəfə canlı dərsləriniz olacaq. Bir mövzunu bir dəfə yox, 3 dəfə, 5 dəfə dinləsəz, başqa vaxtlarda daha çox yararı olmuş olacaq. İndi isə başlayaq o və budan sonra vergülün qoyulub, qoyulmama məqamlarına. İlk öncə nəyi bilməliyik? Əgər o və budan sonra vergül qoymaq istəyirsinizsə, mütləq şəkildə verilmiş 2 şərtin hər ikisi ödənməlidir. Yoxsa kim nə deyir desin, nə gəlir gəlsin, vergül qoymayacam. Görək hansı 2 əsas şərt var. Mütləq şəkildə bilməliyik. O və budan sonra vergül qoymaq istəyirsinizsə, o və bu mübtəda olmalıdır. Yəni təyin olmamalıdır. Cümlədə, yəni ismin sualına cavab verməlidir, belə deyək. Mübtəda olmalıdır. Bununla yetinmirik. 2 şərt veriləcək və hər 2 şərt ödənməlidir. O və bu mütləq şəkildə mübtəda funksiyasında olmalıdır və özündən sonra isim, sifət, say, əvəzlik yox. Feillərdən sadəcə feili sifət, daha sonra zərf və ən nəhayət modal söz gəlməlidir ki, vergül qoyulsun. Bir daha deyək. O və budan sonra vergül qoymaq istəyirəmsə, mütləq 2 şərtin hər ikisi ödənməlidir. O və bu cümlədə mübtəda funksiyasında olmalıdır. Yəni, kim ya da nə sualına cavab verməlidir. Bunu yoxladım. Yoxlayandan sonra ikinci şərtə baxıram. Mübtəda olduğunu analiz etdim, ortaya çıxardımsa, görüm ki, özündən sonra nə gəlib? Özündən sonra isim, sifət, say, feili sifət, zərf, modal söz gələrsə, vergül qoyulmuş olacaq. Bitdi. Məsələn, gəlin indi nümunə yazaq. Deyirəm ki, deyə bilmədim. Deyirəm ki, o gəldi. Bax, bəsit cümlə yazaq. Çünki bizdə əsas, belə deyək, fikrimizi nəyə yönəltməliyik? Odan sonra nə gəlib ona baxmağa. O gəldi, əla, mübtədadır. Amma tez tələsib hər mübtəda funksiyasında vergül qoymursunuz. İkinci şərti də yoxlamalısınız. Odan sonra feil gəlib. Mən bayaq yazmamışdım ki, odan sonra feil gələndə vergül qoyulur. Deməli, odan sonra feil gələndə vergül qoyulmur.
sadəcə fe'li sifət gələrsə vergül qoyulardı. Yəni bütün feilləri gözünün qabağına gətir. O boyda feilin içində yalnız fe'li sifət vergül istəyərdi. Bu cümlədə fe'li sifət yoxdur deyə mən vergül qoya bilmərəm. Bir də var, yazıram. O mənim kimi danışır. İndi baxaq görə burada vergül qoyarıq, yoxsa qoymarıq. Kim? O mübtədadır. Əla. Amma ikinci şərti unutmuruq. Özündən sonra əvəzliyə gələndə vergül qoya bilmərəm axı. Çünki mən bilirəm ki, bu tip əvəzlilər özündən sonra isim, sifət, say, fe'li sifət, zərf, bir də modal söz gələrsə vergül istəyirdi. Əvəzliyi orada yazmamışamsa, deməli mən burada vergül qoya bilməyəcəm. Məsələn, yazıram nə? Yazıram o maraqlı əsərdir. Nə maraqlı əsərdir o? Əla mübtədadır, amma tələsmirəm. Maraqlı sifətdir. Sifətdirsə əlbəttə ki, vergül qoyuruq. Yəni siz bunu qəbullanın ki, cəmi 2 şərtimiz var. Mübtəda funksiyasında olmalıdır. Qısası, ya kim, ya da nə sualına cavab verməlidir. Özündən də sonra isim, sifət, say, fe'li sifət, zərf, bir də modal söz gəlməlidir ki, vergül qoyulsun. Qalan nə gəlsə vergül qoyulmaz. Məsələn, məsdər gəlsə qoyulmaz, fe'li bağlama gəlsə qoyulmaz, fe'lin təsriflənən formaları gələrsə qoyulmaz, ədat gələrsə qoyulmaz, nida gələrsə, qoşma gələrsə qoyulmaz. Bitdi. Bu qədər sadə. Amma biraz istisnalar var, başımı yoran bir istisnalar. Modal sözlərdən 3 ədəd modal var ki, hansı ki qəbula düşür və sizi çaşdırır. Sanki, elə bil, güya. Bunlar modal söz olsa belə özündən əvvəl, özündən sonra, nə bilim, hər iki tərəf və s. heç bir məqamda vergül qoyulmur. Məsələn, deyirəm ki, o sanki yuxuludur. Day deməyin ki, sanki modal sözdür deyə vergül qoyulur. Bu 3 dənə modal söz istisnadır ki, vergül tələb etməz. Amma biri də var, deyirəm ki, o doğrusu bilmirdi. Burada bir problem yoxdur. Doğrusu modal sözdür. Modal söz zaten bilən bilir ki, cümlənin ortasında gəlirsə, sağından da vergül qoyular, solundan da vergül qoyular. Bunlar tam dəqiq vergülü qoyunmu, qoymayunmu suallarının cavablarıdır. Biraz da başqa hissələrə baxaq. Nəyə baxaq? Bəzi məqamlar var ki, cümlələr 2 başlıdır. Mən həmin cümlədə o və bunu mübtəda kimi də düşünə bilərəm, ürəyim istəsə təyin kimi də düşünə bilərəm. Və bu tip testlər 2 başlı olduğuna görə sual belə verilir. Hansı cümlələrdə o'dan və bu'dan sonra vergül qoya da bilərəm, qoymaya da bilərəm. Məsələn, yazıram ki, o maraqlı əsəri oxudu. Biri var, deyirəm ki, kim maraqlı əsəri oxudu? Deyirsiniz ki, o, yəni atam, dayım, əmim və s. mübtədadır və özündən sonra sifət gəlir. Əla vergül qoyuram. Bir də var, deyirəm ki, o maraqlı əsəri. Bir dəqiqə. Aha. Bir də var, deyirəm ki, o maraqlı əsəri oxudu. Ha, başqa maraqlı əsəri oxumadı. O zaman deyirəm ki, hansı maraqlı əsəri oxudu? Siz də bilirsiniz axı ki, təyin olarsa zaten vergül qoyulmaz. 2 cümlənin arasında bir dənə fərq var. Birinci cümlədə o mübtədadır, ikinci cümlədə o təyindir. Mübtəda olursa və özündən sonra sadaladığımız nitq hissələri gəlirsə vergül qoyulur.
Mübtəda olmursa heç baxma ki, burada nə gəlib. Mübtəda deyilsə, təyindirsə, bu söz mənə maraqlı deyil. Zaten vergül qoyulmaz. Belə, hörmətli izləyicilərimiz, ümid edirəm ki, qısa da olsa öz qeydlərimiz oldu, əsas vacib məqamlara toxunuldu. Bu kimi izahların gəlməyini istəyirsinizsə, könlünüzdən keçirsə, bu izahın rəy verməsinə öz dəyərli, xoş cümlələrinizi yaza bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.